Salam müəllimlər, hər vaxtınız xeyirli uğurlu olsun. Bugün sizlərə bilik, taksonomiya, təfəkkürlə bağlı olan sınağın izahını təqdim etmiş olacağam. Ümid edirəm ki, sınaq sizin üçün faydalı olar və sınağın davamının gəlməyini istəyirsinizsə, həm videonu zəhmət olmasa bəyənin, həmçinin kanala da abunə olun ki, paylaşılan videolardan xəbəriniz olsun. Birinci sualda qeyd olunub ki, verilənlər bazasının nə olduğunu müəyyən edin və onun hansı məqsədlə istifadə edildiyini açıqlayın. Verilənlər bazasının gündəlik həyatda və məktəb mühitində istifadəsinə aid nümunələr gətirərək bu texnologiyanın məlumatlarının saxlanılması və idarə olunmasına nə üçün vacib olduğunu söyləyin. Müəllimlər, burada ilk növbədə şagirdin açıqlama prosesi var ki, hər hansı bir məsələnin açıqlanması, izah olunması, ifadəsi, bunların hər biri təbii ki də hansı bilik növünə aiddir? Konseptual bilik növünə aiddir. Burada şagird hər hansı bir şeyi ardıcıllıqla həyata keçirtmir və yaxud da söyləmir. Ya bu onun özü ilə bağlı biliyi deyil ki, metakognitiv biliyi olsun, ya da burada bir fakt yoxdur. Burada bir açıqlama, burada bir izah var ki, nə üçün məsələn bu verilənlər bazasına həyatda istifadə etmək vacibdir. Bu haqda nümunələr gətirməlidir, bu haqda izah verməlidir deyə. Təbii ki də bilik olaraq konseptual bilik olacaq. Və taksonomiya səviyyəsi də demək olar ki, bilikdən əlaqəli olduğu üçün taksonomiyalar. Anlamaq mərhələsi bura daha çox uyğun gəlir. Çünki yenə də burada hansısa bir informasiyanın açıqlanması, izahı, interpretasiyası var. Həmçinin də burada nümunələri gətirmək var. Təkcə açar sözə baxaraq biz təbii ki də addım atmırıq, amma bir məlumatın açıqlanması, həmin məlumatla bağlı nümunələrin gətirilməsi, burada əlavə heç bir məlumat yoxdur deyə təbii ki də aid olmuş olacaq taksonomiyanı anlamaq mərhələsinə. Burada məsələn nümunə olsaydı, belə nümunə olsaydı ki, daha vacibinə aid nümunələr gətirin. Daha mühüm olana nümunə gətirin. Mən artıq bunu anlamaq götürməyəcəkdim, təhlil götürəcəkdim. Nümunə sözünə baxmayacaqdım burada. Amma burada hər hansı bir informasiyadan bağlı nümunə gətirildiyi üçün burada heç bir ayrı seçkilik, burada bir münasibət, yeni bir şey yaratmaq, həyata keçirmək, tətbiq etmək yoxdur deyə təbii ki də olacaq anlamaq mərhələsi və təbii ki də izah var, nümunə gətirmək var, fikir ifadəsi olduğu üçün ya öz münasibətini bildirmir ki, bu tənqidi təfəkkür olsun, ya da ki, burada yeni bir şey yaratmır ki, yaradıcı təfəkkür olsun. Burada təfəkkürün ən aşağı səviyyəsi istifadə olunub, o da məntiqi təfəkkür. Verilmiş mətndə müəllifin əsas fikrini müəyyənləşdirin və bu fikrin hansı dil vasitələri ilə ifadə olunduğunu yoxlayın. Mətndəki fakt və müəllif münasibətlərini ayırd edərək onların oxucuya təsiri baxımından rolunu izah edin. Baxın, biz artıq burada izah etməyi görərək birbaşa taksonomiyanı anlamaq mərhələsi götürmürük. Müəllimlərin imtahanda ən çox elədiyi səhvlərdən biri hansısa bir açar sözü görərək dərhal açar sözə baxıb digər cümlənin heç bir məğzini, heç bir əlamətini təhlil eləməməyindən irəli gəlir. Yəni, təhlil etmirlər. Bu bir problemdir. Təhlil etmək lazımdır. Baxın, bir mətn verilir. Mətndə əsas fikri müəyyənləşdiririk. Hansı dil vasitələri ilə ifadə olunduğunu yoxlayırıq. Yoxlamaq təhlil etmək deməkdir. Yəni, hansı ifadələrlə təsvir olunub, bunu yoxlamaq lazımdır. Mətndəki fakt və müəllif münasibətlərini ayırd edərək fakt və fikir, görürsünüz, tənqidi təfəkkürün strategiyalarından biridir. Fakt yoxsa fikir. Belə bir strategiyası var idi. Onların oxucuya təsiri baxımından rolunu izah edin. Yəni, necə təsir edir bu oxucuya? Müəllifin fikirləri, müəllifin həmçinin mövqeyi var burada. Görün, nə qədər təhlil etməyin açar feili var. Açar feili deməyək də, nişanəsi var deyək. Yoxlamaq özü bir növ açar feilin əlamətidir. Həmçinin, məsələn, burada fakt yoxsa fikir özü tənqidi təfəkkürü formalaşdıran strategiyalardan biridir. Əlavə olaraq ayırd etmək var, görürsünüz. Bunların hər biri təbii ki də taksonomiyanı təhlil etmək mərhələsinə aiddir. Əlavə olaraq da fakt yoxsa fikir, müəllifin mövqeyini müəyyənləşdirmək, bunların hər biri tənqidi təfəkkürü formalaşdırır ki, bilik olaraq da konseptualdır. Çünki burada nə özünlə bağlı bilik yoxdur ki, mən buna metakognitiv götürəm, nə iş ardıcılığı yoxdur ki, mən buna prosedural götürəm, nə də konkret informasiya yoxdur ki, faktoloji götürəm. Faiz anlayışını izah edin.
və onun ədədin hissəsi kimi necə başa düşüldüyünü açıqlayın. Faizlə aparılan hesablamaların gündəlik həyatda hansı hallarda tətbiq olunduğunu nümunələr üzərində əsaslandırın. Əsaslandırın ifadəsi, əgər insanın özünə məxsus olsa, hə, mənə aiddir də, məsələn, mən əsaslandırıram ki, bu film yaxşı film deyil. Əsaslandırıram ki, səbəb budur, arqument gətirirəm, sübut eləməyə çalışıram fikrimi və s. Bu əsaslandırmaq, dəyərləndirmək, tənqid etmək ola bilər. Amma faktlar əsasında əsaslandırma, faktlar əsasında nümunələr gətirmə, faktlar əsasında fikir bildirmə, izah eləmə. Buradakı fikir mənim şəxsi fikrim deyil. Buradakı fikir mövcud bir fikir haqqında sadəcə nümunələr gətirməyimdir. Baxın, burada əsas məsələ nədir? Faiz anlayışını uşaq başa düşməlidir və bunu izah etməlidir. İzah etməklə yanaşı açıqlamalıdır ki, necə başa düşmüsünüz? Bunu açıqlayın, bir növ interpretasiya edin. Faizlə aparılan hesablamaların gündəlik həyatda hansı hallarda tətbiq olunduğunu nümunələr gətirin. Nümunələr üzərində əsaslandırın. Mən deyirəm ki, faiz bəli, gündəlik həyatda istifadə olunur. Nümunə olaraq burada, nümunə olaraq məsələn hal-hazırda Kontaktonda endirim var. Nümunə olaraq bayram endirimləri Araz Marketdə var. Nümunə gətirirəm. Başa düşürsünüz? Anlamışam deməli faiz nə deməkdir? Faiz hansı hallarda olur? Faiz nə üçün tətbiq olunur? Məsələn, endirim, bu qədər faiz, 70% endirim, 50% endirim. Başa düşmüşəm ki, dərk etmişəm ki, indi də deyirəm, məsələn, hə, filan yerdə endirim var, gedib oradan məhsul almaq olar. Başa düşürəm artıq. Mən dərk edirəm. Burada endirim var, orada endirim var, gündəlik həyatda burada istifadə olunur, ikisini al, birini ödə faiz kampaniyası var və s. Mən bunu dərk edib, bu haqda nümunə gətirə bilirəmsə, deməli, mən bunu anlamışam da. Belə olaraq yenə də qeyd edirəm, burada ardıcıllıq yoxdur. Və demir ki, tətbiq elə. Deyir, harda tətbiq olunduğuna nümunə gətir. Burada prosedural bilik yoxdur. Burada insan özü ilə bağlı bilik yoxdur ki, metakognitiv olsun və fakt yoxdur ki, faktoloji bilik olsun. Bu yenə də konseptual bilik olacaq və təbii ki də uşaq izah verəcək, açıqlama verəcək deyə anlamağa aiddir və təbii ki də şagird hər hansı bir informasiyanı anladığına nümunələr gətirirsə, bu əsaslandırma anlamaqda da var. Bu arada yenilikdir, taksonomiyaya əlavə olunubdur. Anlamağın əlaməti olaraq əsaslandırmanı biz belə situasiyada götürə bilərik. Və təbii ki də təfəkkürün aşağı səviyyəsidir. Burada faktlar üzərində əsaslandırma var. Nümunə gətirdiyi nümunələr təbii ki də öz düşüncəsinin nümunələri deyil. Real həyatda tətbiq olunan nümunələrdir. Şəxsi nümunələri deyil. Ona görə məntiqi təfəkkürdür və təbii ki də burada heç bir münasibət bildirmək yoxdur, burada heç bir yaratmaq yoxdur deyə məntiq daha məqsədə uyğundur. 4-də qeyd olunub ki, müəllim qrup işində şagirdlərə belə bir tapşırıq verir. Karbonatlı içkilərdə CO2-nin saxlanma stabilliyini artırmaq, yəqin ki, düzgün ifadə elədim. Artırmaq üçün molekulyar səviyyədə işləyən, geri dönən bir mexanizm təklif edin və hazırlayın. Təklif etdiyiniz mexanizmi kimyəvi tarazlıq, Le Chatelier prinsipi, hidrogen rabitələri və qazların həll olma qanunları ilə uyğun olmalıdır. Gəlin bir daha oxuyaq, bir daha təkrar edək. Müəllim qrup işində şagirdlərə bir tapşırıq verir. Karbonatlı içkilərdə CO2-nin saxlanma stabiliyini artırmaq üçün molekulyar səviyyədə işləyən, geri dönən bir mexanizm təklif edin və hazırlayın. Bir məhsul hazırlamaq var. Təklif etdiyiniz, yəni təklif var. Mexanizm kimyəvi tarazlıq, Le Chatelier prinsipi, hidrogen rabitələri və qazların həll olma qanunları ilə uyğun olmalıdır. Yeni bir məhsul təklifi var ortada. Bir mexanizm təklif edin, bir əşya yaradın, bir cisim yaradın, yeni bir şey yaradın. Yeni bir şey yaratmaq tələb olunursa ki, təklif edin fərqli bir şey, fərqli bir məhsul. Təbii ki də bu idraki sahəni yaratmaq mərhələsinə aid olmuş olacaq. Bu məlum məsələdir. Və bu mexanizmi hazırlayarkən bir əşyanın hazırlama ardıcılığı var da. Məsələn, əşyanın eskizi çəkilməlidir, məhsullar hazırlanmalıdır, birləşdirilməlidir, ortaya məhsul qoyulmalıdır və s. Burada bir iş ardıcılığı mütləq şəkildə icra olunmalıdır. Ona görə də prosedural bilikdir. Burada izah etmək yoxdur, ümumiləşdirmək yoxdur. Burada məsələn fakt yoxdur. Burada insan özü ilə bağlı biliyi yoxdur. Burada iş ardıcılığı var. Ona görə də prosedural bilik olacaq. Əlavə olaraq da təbii ki də yeni bir həll yolu, yeni bir məhsul, yeni bir
hər hansı bir məsələnin təklifi, əşyanın təklifi, maddənin təklifi varsa, idraki sahənin də yaratmaq mərhələsi olduğu kimi, təfəkkürün də yaradıcısına aid olmuş olacaq müəllimlər. İş ardıcıllığı, əşya mexanizmin hazırlanması təbii ki də ardıcıllıq tələb edir, ona görə prosedural. Yeni bir əşya var deyə yaratmaq mərhələsi təbii ki də təfəkkürün yaradıcı növünə aid olmuş olacaq. Üzr istəyirəm. Məktəbdə istifadə olunması planlaşdırılan rəqəmsal dərs cədvəli və bildiriş sistemi təklif olunub. Bu texnologiyanın istifadə effektivliyi, texniki etibarlılıq və tədris prosesində təsiri baxımından məsələni qiymətləndirin. Bu bir seçimdir, bu bir münasibətdir. Təbii ki də, yəni bir sistem təklif olunub. Deyirəm ki, filan kəslər nəsə təklif edib. Və siz həmən təklifə baxaraq onun effektivliyi haqqında, etibarlı olub olmaması haqqında onu qiymətləndirin. Uşaq deyir ki, məncə effektiv deyil. Effektiv yol deyil, çünki buna görə mən bəyənmədim, uyğun hesab etmirəm. Burada məsələni qiymətləndirən, seçimi edən şəxs kimdir? Şagirdin özü. Şagirdin düşüncəsi, şagirdin məsələyə yanaşması, şagirdin baxdığı aspektdir. Burada şagird, məsələn, mən deyirəm ki, bu geyimə baxın, görün necə geyimdir. Hərəniz bir fikir ifadə edin. Biri deyir ki, yox, mən bəyənmirəm, parçası yaxşı deyil. Biri deyir ki, tikilişini bəyənmirəm, yaxşı deyil. Biri deyir, rəngi yox, yaxşı deyil. Hərə qiymətləndirir də bir məsələni, təbii ki də hamı müxtəlif aspektlərdən qiymətləndirir. Mən də hansısa bir rəqəmsal dərs cədvəli tərtib eləmişəm və deyirəm ki, uşaqlar, bu yaxşıdırmı? Deyirlər, yox, effektiv deyil, səmərəli deyil, etibarlı hesab eləmirik. Bu şəxsi düşüncələri, şəxsi baxışlardır. Həmçinin, məsələn, onlayn təhsil haqqında təklif olunur ki, onlayn təhsilə keçid etmək yaxşı olarmı? Uşaqlar qiymətləndirməlidir. Hər biri öz tərəfindən, təbii ki də bu olacaq idraki sahənin dəyərləndirmək mərhələsi. Belə olaraq da konseptual bilik. Çünki iş ardıcılığı yoxdur. Çünki burada bir konkret informasiya yoxdur, fakt, əzbərə heç nə demir. Ya da özü ilə bağlı bilik yoxdur. Münasibət bildiriləcək, fikir ifadə olunacaq deyə konseptual bilik. Əlavə olaraq da təbii ki də qiymətləndirmə, münasibət bildirmə, arqumentlərlə əsaslandırma, bunların hər biri tənqidi təfəkkürün məhsuludur. Konseptual dəyərləndirmək, tənqidi təfəkkür. Müəllim şagirdlərə tapşırıq verir. Orta illik temperaturu 12 Selsi, illik yağıntısı 600 mm olan bir ərazi üçün 12 dərəcə. Bu iqlimə uyğun bir kənd təsərrüfatı fəaliyyətini seçin. Bu işi öz yaşadığınız iqlim şəraitinə uyğunlaşdıraraq olduğunuz ərazidə həyata keçirin. Həyata keçirin. Baxın, demirəm ki, açar sözə baxın, o dəqiqə hansısa bir addım atın. Xeyr. Burada əsas məsələ nədir? Burada müəllimin şagirdlərə bir tapşırıq verməsidir. Buradakı tapşırıq nəydən bağlıdır? Deyir ki, bu iqlimə uyğun bir kənd təsərrüfatı fəaliyyəti seçin. Bax, öz yaşadığınız iqlimə uyğun bir fəaliyyət seçin. Əkin əkmək və yaxud da əkilmiş əkini sulamaq və yaxud da hansısa ağacı budamaq. Olduğunuz əraziyə uyğun bir kənd təsərrüfatı fəaliyyəti seçin, istənilən bir fəaliyyət və yaxud da yığım, nəysə yığımı. Onu həyata keçirin. Yəni, öz yaşadığınız iqlimlə bağlı olan bir fəaliyyət seçərək onu həyata keçirin. Mən sizə ən bəsit yollarından izah edirəm də ki, öz ixtisasınız olmaya bilər. Şagird əgər bu tapşırığı icra edəcəksə, coğrafiyadan öyrəndiyi bir məlumatı həyata keçirəcəksə, bunu olduğu, yaşadığı iqlim tipində tətbiq edəcəksə, təbii ki də idraki sahəni tətbiq etmək mərhələsidir. Və bu işin tətbiqi bir ardıcıllıq tələb edir. Ən azından, məsələn, meyvə ağacında meyvənin yığımı deyək, əkinin suvarılması deyək, əkilməsi deyək. Bir işin görülməsi, təbii ki də birinci baza toplanılmalıdır, biri əldə edilməlidir, sonra işin həyata keçirilməsi prosedural bilikdir. Və təfəkkürü olaraq da münasibət bildirmək yoxdur və yaradıcılıq yoxdur. Burada şagird sadəcə öyrəndiyini həyata keçirir. Ardıcıl düşünmə həmçinin məntiqi təfəkkürün əlamətlərindən biridir müəllimlər. Ona görə də prosedural tətbiq etmək və məntiqi təfəkkür. Dərsdə 19-cu əsrdə Azərbaycanın ticarət yolları və ticarət mərkəzləri haqqında danışıldı. Həmin dövrdə bu mərkəzlərin hansı məhsulların ticarətində rol oynadığı yazmaq tələb olunur. Hansı məhsulların ticarətdə
rol oynadığı yazmaq tələb olunur. Həmən məhsullar nə olmalıdır? Yada salınmalıdır, xatırlanmalıdır. Əzbər olmalıdır ki, şagird də yaza bilsin ki, hə bu məhsullar filan məhsullar. Həmən məhsulları yazmağa təbii ki də insan yadına salmalıdır da. Əzbər olan bir şeyi götürüb yazmağıdır konkret olaraq. Müəllim onlardan nə istəyir? İzah istəmir, müəllim onlardan tətbiq istəmir, müəllim onlardan istəmir ki, tətbiq deyəndə öyrəndiyi bir şeyi həyata keçirmək, yazmaq, tətbiq etmək mərhələsinin əlaməti deyil bu arada. Burada müəllim məsələn, şagirddə münasibət bildirməyini istəmir. Sadəcə hansı məhsulların ticarətinə rol oynadığını yazmaq istəyir ki, konkret yadına salır da. Əlbəttə ki, faktolojidir, xatırlamaqdır və təfəkkürün də aşağı səviyyəsi olacaq. Çünki burada münasibət bildirmək və yaratmaq deyilən bir anlayış yoxdur. Müəllim şagirdlərə sual verir. Təsəvvür edin, məktəbdə keçirilən musiqi festivalında orkestr qrupu və vokal qrupu çıxış edir. Festivalın münsifləri sizsiniz. Hər iki qrupu dinlədikdən sonra performanslarını melodiya, ritm, harmoniya, ifadə baxımından müqayisə edin. Hansı qrupun çıxışının texniki və emosional baxımdan təsirli olduğunu əsaslandırın. Daha zəif çıxış etmiş qrupu performansını yaxşılaşdırmaq üçün konkret bir tövsiyə verin. Baxın, mən bir münsifəm. Kimsə çıxış edir. Mən deyirəm ki, bu birinci olmalıdır. Niyə? Çünki bu mənim şəxsi fikrimdir. Buradakı daha sözünü görüb müəllimlər təsirli olduğunu, daha var burada, daha olsa belə, təsirli olduğunu əsaslandırın. Niyə daha təsirlidir bunu əsaslandırın? Müəllimlər, bu insanın şəxsi fikri də, bu təhlil etmək mərhələsindən keçib gedib çoxdandan. Çünki təhlil etmək mərhələsində hər hansı bir məsələni öz baxış bucağımızdan əsaslandırmırıq. Təhlil etməkdə əsaslandırırıq başqasının gözündən olan məsələni, ümumi olan bir məsələni. Niyə məsələn misin təbiətdə daha çox istifadə olunduğunu əsaslandırın? Hə, bu mənim şəxsi fikrimdir ki, xeyr. Amma bir var ki, mən deyəm ki, bu insanın səsi daha yaxşıdır, bunu əsaslandırın. Hə, bu isə mənim şəxsi münasibətimdir. Ki, mən onun səsini bəyənirəm və onu qalib eləmək istəyirəm. Hansı ki, bu yarışmalar olur da Türkiyədə, məsələn, yeteneksizsiniz yarışması var. O vaxt Azərbaycanda o səs yarışması var idi, səhv eləmirəmsə, Azərbaycanın səs yarışması. Münsiflər nə edirdi? Münsiflər özü seçirdi həmən şəxsi. Ki, bunun səsi yaxşıdır, bunun səsi pisdir. Qiymətləndirirdilər. Kim daha zəif çıxış edib? Ona bir konkret tövsiyə verirəm ki, bunu eləsən daha yaxşı olar. Ona görə bir fayda verəcək təkliflər irəli sürürəm. Yəni, yaradıcılıq yox, nəsihət kimi, yol göstərmək kimi. Ona bir problemin səmərəli həll yolunu təklif edirəm. Onun məsələsini qiymətləndirirəm. Təbii ki də qiymətləndirmək tənqidi təfəkkürdür. Problemi səmərəli yoldan həllini ona deyirəmsə, bu da tənqidi təfəkkürdür. Onun işini qiymətləndirirəmsə, mən özüm bir münsif olaraq özüm baxıb deyirəmsə ki, kimin səsi yaxşıdır, kimin səsi pisdir, taksonomiyanı dəyərləndirməkdir və ardıcıllıq yoxdur ki, prosedural olsun. Hər hansı bir fakt yoxdur ki, konkret faktoloji olsun. Ya da özümlə bağlı biliyim yoxdur ki, metakognitiv olsun. Ona görə konseptual bilim olacaq, çünki burada açıqlama, izah mütləqdir. Şagirdlər məktəbin bağında müxtəlif bitkilər yetişdirir. Suya azalan torpaq sahəsinə bitkilərin solmağa başladığını müşahidə edirlər. Uyğun suvarma sistemindən istifadə edərək bu məsələni həll etməyə çalışırlar. Bitki yetişdirmişəm həyat yanı sahədə və yaxud da ki, evdə. Və görürəm ki, mənim bitkim solur. Həmin bitki solur və mən bu məsələni aradan qaldırmaq üçün bazamda olan, öyrəndiyim məlumatdan istifadə edərək onun solmanın qarşısını alıram. Baxın, gül solanda və yaxud da bitki solanda mən bununla bağlı bir iş görürəmsə, məsələn, uyğun suvarma sistemləri müxtəlif formada olur və mən bunları öyrənməliyəm. Bunu öyrəndikdən sonra həyata keçirməyim yeni bir şey yaratmaq və yaradıcılıq deyil. Bunu bir fikirləşin, görün. Suvarma sistemi yaratmıram ki mən. Suvarma sistemindən istifadə edirəm. Bir var ki, kompüterdən istifadə edirəm, idraki sahəni tətbiq etməyə. Bir də var ki, kompüter yaradam. Mən indi kompüterdən istifadə edirəmsə, PDF məsələn, düzgün formada düzəlməyibdir. Mən PDF-i düzgün formada düzəltməyə, öyrəndiyim məlumatlardan istifadə edərək düzəltməyə çalışıramsa, bu idraki sahəni yaratmalı olurmu? Hə, əlbəttə ki, olmur. Çünki yeni bir şey yaratmıram. Ortada olan bir problemlə bağlı öyrəndiyim bir şeyi həyata keçirtməyim, ortaya yeni məhsulu qoymamağım, təbii ki də idraki sahənin hansı mərhələsinin əlamətidir?
Tətbiq etməyin əlamətidir. Və burada bir ardıcıllıq var. Burada bir ardıcıl iş gedir. Yəni ki, ə, torpağın suvarması üçün birinci onun kökünü nə bilim qazmalıyam, biraz yer açmalıyam, suvarmalıyam. Sonra üzərinə məsələn mulçalanmış torpaq da tökə bilərəm və s. Burada bir iş gedişatı var. Birinci öyrənməliyəm, sonra icra etməliyəm. Prosedural biliyin əlaməti hesab olunur. Və problemi sadə yoldan həll edir deyə məntiqi təfəkkürün məhsuludur. Burada çətin bir şey yoxdur. Sadə yoldan həll eləməyə çalışıram. Məktəbin idman zalında yeni bir 15 dəqiqəlik qızdırma məşqi hazırlayın. Yeni bir, bax görürsüz olmayan. Məşq həm ürək damar, həm də çeviklik və güc elementlərini əhatə etməlidir. Hər hərəkətin ardıcıllığını və müddətini göstərin. Məşqin təhlükəsiz və effektiv olmasını təmin edən qaydalar edin. Burada bir ardıcıllıq var. Bu arada bunu nəzərinizə çatdırım. Çünki addım-addım iş getməlidir. Həm ürək damar sisteminə, həm gücə əhatə edən ardıcıllıq, həm də hərəkətin ardıcıllığı var. Və görürsüz, ardıcıllığı və müddətini göstərin. Ardıcıllıq var deyə təbii ki də bilik olaraq prosedural bilik. Prosedural bilikdən əlavə burada şagirdlər yeni bir qızdırma məşqi hazırlayırlar. Baxın, yeni bir məşq planı, məşq hazırlayırlar deyil. Yenilik yaradıcılığın əlamətidir. Yeni yaradıcı olacaq. Prosedural, yaratma və burada təbii ki də təfəkkür olaraq yaradıcı təfəkkür olacaq. Taksonomiya yaratmaqda, çünki yeni bir məşq, yeni bir yol, yeni bir qayda hazırlayırlar və yaratmış olurlar. Prosedural yaratmaq və yaradıcı təfəkkür. Dərsdə 19-cu əsr Azərbaycan ədəbiyyatı haqqında danışıldı. Müəllim şagirdlərə Mirzə Fətəli Axundovun ən məşhur əsərlərindən biri yazmağı tapşırdı. Təbii ki də, yəni bu konkret bir şeydir də. Ən məşhur təhlil etmək deyil ha, bu arada. Ən məşhuru təhlil edib tapmaq bəzən, məsələn, müəllimlər burada çalışır ki, müəllimə, ən məşhuru tapmaq üçün təhlil etmək lazım deyilmi? Xeyr. Ən səmərəlisini tapmaq, yollar içərisində analiz edib ən səmərəlini tapmaq, bəli, onlar təhlil etmək. Azərbaycan ədəbiyyatındakı ən təsirli, ən səs gətirən əsərləri tapmaq, hə, bu analiz edib tapmağın nəticəsidir. Amma Mirzə Fətəli Axundovun ən məşhur əsərlərindən birini yazmaq, təhlil etmək mərhələsi deyil. Desəniz nəyə görə? Məsələn, mən deyirəm ki, Röyanın ən çox tanınan mahnıları hansılardır? Dərhal məsələn deyəcəklər ki, hə, Röyanın Səninlə mahnısıdır, Bahar mahnısıdır və s. Bu əzbər olan bir şeydir, yada salınır. Bunun üçün analiz eləməyə ehtiyac yoxdur. Amma desəm ki, Azərbaycan ədəbiyyatının ən səs gətirən əsərlərini yoxlayın, bunlar haqqında məlumat toplayın, hə, bunun hansı olduğunu müəyyən edin, hə, bu onları da təhlil etmək. Burada ən məşhur əsərlərindən birinin adını yazırsa, yadına salır da ki, Mirzə Fətəli Axundovun hansı əsərləri var və ən məşhuru tapırsa, konkret yadına salmış olur. Ona görə də idraki sahəndə xatırlamağı, təfəkkürün də məntiqi, əzbər bir şeydir və faktoloji biliyi olmuş olacaq. Məktəb ekskursiyası zamanı şagirdlər muzeydə realist üslubda çəkilmiş bir rəsm əsərini izləyirlər. Şagird kimi sizdən tələb olunur ki, əsərin mövzusunu dərk edərək, rəssamın istifadə etdiyi rəng və işıq texnikasından bu mövzunu necə gücləndirdiyini şərh edəsiniz. Sadəcə əsər haqqında izah tələb olunur. Bir əsər verilibdir, həmən əsər haqqında baxırsınız əsərə, deyirsiniz ki, işıq bunu ifadə edir, texnika bunu ifadə edir, bu texnika rəsmi belə gücləndiribdir. Bu haqda izah verməlisiniz. Sadəcə izah tələb olunur deyə, şərh etmək tələb olunur deyə, bu haqda ümumiləşdirmə, izah vermə tələb olunur deyə, təbii ki də konseptual bilikdir. Burada bir ardıcıllıq yoxdur və burada bir, belə deyim, fakt informasiya yoxdur, özünlə bağlı bilik yoxdur ki, metakognitiv faktoloji prosedural olsun, konseptualdır. Burada anlamaq tələb olunur, şəkli izləməlidir, əsəri izləməlidir. Bir təsvir yaranmalıdır onların beynində və bununla bağlı izah verirlər. Bunların hamısı məntiqi təfəkkürdür. Verbal düşüncədən istifadə edirlər. Məktəb laboratoriyasında şagirdlərə iki fərqli elektrik dövrəsi təqdim olunur. Biri seriya, digəri isə paralel bağlıdır. Hər iki dövrənin güc sərfiyyatı, təhlükəsizlik və işıqlandırma effektivliyi baxımından müqayisəsini aparın. Daha sərfəlisini və təhlükəsizliyini müəyyən edərək səciyyəvi cəhətini əsaslandırın. Buradakı sərfəlisini müəyyən etmək bizim şəxsi düşüncəmiz deyil bu arada. Baxın, bayaq məsələn bir səs yarışması idi, musiqidən bağlı idi.
Sualı tam xatırlaya bilməsəm də geniş situasiya idi. Və orada kimin daha yaxşı mahnı oxuduğunu biz əsaslandırırdıq və seçirdik, qiymətləndirirdik. Burada isə bizim əsaslandırmamız vacib deyil. İki əşya arasında analiz aparıb hansının daha effektiv olduğunu əsaslandırmalıyıq. Aydındır. Mənə görə bu seriya olan yaxşıdır deyə əsaslandırmırıq. Ümumiyyətcə istifadə edib nəticəsini görüb analiz edib səciyyəvi cəhətini, səciyyəvi barədə təhlil etməyin əsas açar sözüdür, əsaslandırırıq. Məsələn, iki dənə toz soran var əlinizdə. İkisini də istifadə edirsiniz. Bu tərəfdə də toz var, bu tərəfdə də, yəni sağda da toz var, solda da toz var. Hər iki tərəfin tozunu çəkəndə, hər iki tərəfdə olan zibilləri çəkəndə, təbii ki də siz analiz edərək görürsünüz ki, bu daha çox çəkdi, bu digəri daha az çəkdi. Analiz edib bunun səciyyəvi tərəflərini əsaslandırırsınız, digərinin səciyyəvi tərəflərini əsaslandırırsınız. Və burada təhlil etmək var. Bu sizin bəyəndiyiniz markaya aid deyil. Məsələn, siz demirsiniz ki, hə, burada Sony-dir, burada Dyson-dır, amma mən Dyson-ı sevirəm, yox. Görün hansı daha yaxşıdırsa, onu səciyyəvi cəhətinə əsaslandırın. Sizin burada qiymətləndirməyiniz önəmli deyil. Sizin sadəcə analiz nəticəsində əldə etdiyiniz məlumatların əsaslandırılması əsasdır. Baxın, bir var ki, deyəm ki, iki dənə geyim var. Hansını bəyənirsiniz? Deyirəm ki, bu qırmızı geyim qəşəngdir. Başlayıram əsaslandırmaq ki, adamı daha arıq göstərir, bunu daha çox bəyəndim, rəngahəngi və s. Bu mənim öz əsaslandırmam, qiymətləndirməyimdir, dəyərləndirmə. Bir də var ki, iki geyim var. Hansı geyim yaxşıdır? Qırmızını bəyənsəm belə deyirəm ki, mavi. Çünki mavi filan kəsnəyinə daha yaxşı yaraşar. Mavi deyirəm ki, tikişlərinə görə daha yaxşıdır. Mavi bu mənim şəxsi düşüncəm deyil, göz qabağındadır. Halbuki mən mavi rəngi bəyənmirəm. Var olan bir məsələni əsaslandırma, təbii ki də müqayisə edib daha yaxşısını müəyyən etmə. Buradakı səciyyəvi cəhəti müəyyən etmə mənim şəxsi düşüncəm deyil. Buradakı əsaslandırma təbii ki də nə olacaq? Faktlar əsasında əsaslandırma var. Nəticə əsaslandırması var. Ona görə də bu olacaq konseptual bilik hər bir halda. Çünki ardıcıllıq yoxdur, prosedural çıxdı. Fakt yoxdur, konkretlik. Bunu da çıxdıq və metakognitiv deyil, çünki özündən bağlı bilik deyil, bunu da çıxdıq. Konseptualda hər bir halda bilirik ki, konseptual bilikdə izah var. Konseptual götürürük, həmçinin yoxlamaq, səciyyəvi cəhətini müəyyən etmək var deyə təhlil etmək, faktlar əsasına fikir bildirmək, öz şəxsi düşüncəsini irəli sürməməkdir deyə olacaq məntiqi təfəkkür. Amma şəxsi düşüncəsini bildirsəydi, olardı təbii ki də hansı təfəkkür, tənqidi təfəkkür. Ümid edirəm sınaq sizin üçün aydın olar. Nə isə qaranlıq qalıbsa, ola bilsin ki, nə isə başa düşməmisinizsə, rəy bölməsinə qeyd edə bilərsiniz ki, bunun açıqlamasını sizə təqdim edim. Hər birinizə uğurlar.